Demek Müəllim, bu, bəli. 147-ci sualda bərabərsizlik kimi həll edə bilmərik. X1, 2 yazar. Onsuz qaldığımız 12 değil. Son 12'də X 12, 16'lıq say sistemində. Kiçikdir 900 onluq say sistemində. Hı -hı. Sonra X yerinə qoyuq. Çünki biz çünki daha 900'dən böyük dağılır. Bir elə tab gətirib X1, 2-də X yerinə qoyuruq. Sonra onluq say sisteminə çevirib hesablayırıq. Mən elə tapmışam. Deyəsən mənim internet problemim var. Yaxşı başa düşmədim mən səni. Bir dəqiqə. Aha. Filiz bir də de görüm. Mən bərabərsizlik kimi həll eləmişəm. Deməli, 3 rəqəmli ədəd yazmışam. Sonu 12 olsun. Bunu Aha, 3 rəqəmli ədəddir. sonu 12'dir. Yəni A1, 2. A1 2 deyək buna. Aha. 16'lıq say sistemində bu. Aha. 16'lıq say sistemi kiçikdir 900, 900'də onluq say sistemində. 2 900. Aha. Onluq say sistemində. Buradan 16'lıqdan onluğa keçirik. A'nı tapırıq. Keçək. Keçək. 0 1 2. Elə 256A Bəli. 256A yazaq. Üzərinə 16, üzərinə gəlsin 2. Gözəl. 16 gözəl. 2 kiçikdir nədən? 900-dən. Aha. Aha, bu belə. Buradan 256A kiçikdir. Keçirsək o tərəfə 882-dən. Hı -hı. Hı -hı. 880. Adam o Hı -hı. A 282-dən bölündə 253 tam neçə düşür? Yəni burada ən böyük qiyməti 3 olur. A kiçikdir 2 tam nəsə. Aha. 3 tam. 3 tam. Elə 3 dəfə düşür. Bəli, Aha. bəli. A üçün ən böyük qiymət 3 ola bilər. Bəli. Aha. A-nı da yerinə yazırıq. 312, 16-lıq say sistemində. Bundan çeviririk onluq say sisteminə. Artıq yazılış formasından 3 vurulsun 16'nın kvadratı. Üzərinə gəlsin 1 vurulsun 16 üstü 1. Üzərinə gəlsin 2 vurulsun 16 üstü 0. Hı -hı. Bu da 786 elədi. Deməli 3 1 2 hansı say sistemində? 16-lıq say sistemində bərabərdir. 10-luqda nəyə bərabərdir?
786'ya. 786'ya. Ee, burada bəs 3 rəqəmli olduğunu hardan bildik? 16'lıq yazılışındakı Çünki deyim də, o necə deyim. Çünki müəllim, üstləri yazsaq, onluğa keçirmək üçün 0, 1, 2 yazsaq, məsələn, BA12 yazsaydım, burada 16 üstü 4 olacaqdı. 16 üstü 4-də 900-dən böyük ədəddir. 900-dən kiçik olan ədəd olması üçün 3 rəqəmli olmalıdır. bəli, yaxşı gedişdi, yaxşı haldır, yaxşıdır. Əla, bəyəndim, çox gözəl. Bu üsulu deməyəcəkdim. Bu da yaxşı üsuldur, işləyir. Olar. Qəşəng. Qeydiyyatınızı aparın uşaqlar. Bu da yaxşı üsuldur. İndi birini də mən deyəcəm, onu da qeydiyyatını aparın. Yəni, ikisi də yaxşıdır. Qeydiyyatınızı aparın. Demək uşaqlar, sonun 1-2 olması üçün məsələn, belə bir şey deyək də, minimum 0-900 aralığında biz minimum nə götürə bilərik ki, onu 16-ya böləndə sonu 1-2 olsun. 18 məsələn, 18 nəzərdə tutsaq, bir dəfə 16-nın 16, 8-dən 6-sın ikisi, tamımız da 1 və 1, 2. Sondan başa doğru götürsək bu şəkildə olacaq. Qeydiyyatınızı aparmışsınızsa buranı silirəm. İndi bizə deyir ki, amma ən böyük. Ən böyük tapmağımız üçün biz qismətdə elə bir ədəd tapmalıyıq ki, ikinci gedişdə, ikinci dəfə 16-ya böləndə, onu 16-ya böləndə qalıqda 1 qalsın. Birinci dəfə böləndə qalıqda 2 qalsın. İkinci dəfə böləndə 16-ya qalıqda 1 qalsın. Bax, məsələn, buranı silə bilsəm deyəcəyim. Bu ədəd maksimum olmalıdır. Maksimum olmalıdır. Birinci dəfə 16-ya böləndə qalıqda 2 qalmalıdır. İkinci dəfə böləndə qalıqda 1 qalmalıdır. Digərləri də bizi maraqlandırmır da. Çünki sonu 1-2, yəni ikisini bizdən soruşur. İndi, gəlin belə bir şey eləyək də. Məsələn, mən burada minimum üçün 18 nəzərdə tutdum. Maksimum gəlin 16-ya bölünən bir ədəd götürək. Məsələn, 0 ilə 900 arasında 900-dən kiçik maksimum bölünən nə var? Məsələn, 896 var. Tutaq ki, 896 16-ya tam bölünür. Biz bu 896-nı elə bir ədədə uyğunlaşdırmalıyıq. Yəni, maksimum tam bölünən budur. Bunu biz elə bir ədədə uyğunlaşdırmalıyıq ki, onun birinci dəfə böləndə qalıqda 2, ikinci dəfə böləndə qalıqda 1 qalsın. Uşaqlar, bax, məsələn, 17-ni bölsək 16-ya qalıqda 1 qalar. 33-ü bölsək, ondan sonra 49-u bölsək 16-ya qalıqda 1 qalar. 65-i bölsək. Amma bunların içində ən uyğunu 49-dur. Niyə 49-dur? Çünki 49-u biz 16-ya vursaq, 49-u 16-ya vursaq 0 ilə 900-ün arasında bir ədəd alacağıq. Amma biz deyək ki, 65-i 16-ya vursaq 900-dən çox böyük bir ədəd alacağıq. Ona görə də ikinci halda biz nə etməliyik? 49-u bölməliyik 16-ya. 49-u bölməliyik 16-ya. Yəni biz elə bir ədəd götürməliyik ki, onu 16-ya bölək, ikinci hal üçün 49 tapaq. Birinci halı hələ tutaq ki, bilmirik. 49-u böldük 16-ya, 3 dəfə düşdü. Bu elədi nə? 48. 9-dan 8-i çıxdıq, qaldı 1. Bu belə. İndi biz nəyi 49-a bölmüşük? Nəyi biz 16-ya bölmüşük? 49 almışıq.
Gəlin bunu tapaq. 49'u vururuq 16'ya. 49'u 16'ya vuranda neçə eləyir? Vurun. 784. 784. 784'ü biz 16'ya tam bölsək 49 düşəcək. Amma bizə 2 qalıqda lazımdır axı. Biz tam bölmək istəmirik. Biz istəyirik ki, ilk başlanğıcda 2 qalığımız qalsın. Ona görə də 784'ün üstünə 2 əlavə edirik. Yəni bizim ədədimiz nəticədə nə olmuş olur? 786. 786'nı biz bölürük 16'ya 49 alırıq. Qalığımız da nə qalır? 2 qalır. Bunu saxlayırıq. Ondan sonra 49'u bölürük 16'ya. 3 dəfə düşür. Qalığımızda nə qalır? 1 qalır. Bax, bu şəkildə. Yenə deyirəm, bir qalığımızın qalması üçün biz mütləq 16'ya bölünən ədəddən bir vaxt yuxarı götürməliyik ikinci gedişdə. Bu 17 ola bilər, 33 ola bilər, 49 ola bilər, 65 ola bilər və yaxud da digərləri. Amma biz həmin ədədi elə götürməliyik ki, 0-900 arasında maksimumu tapa bilək. 65'i təbii ki 16'ya vursaq bu 900'dən çox böyük olacaq və yaxud da 33'ü 16'ya vursaq 0-900 aralığında maksimum olmayacaq, kiçik bir ədəd olacaq. Biz biri tapmaq üçün 49'u artıq bildik ki 49'u 16'ya bölməliyik, biri tapdıq. Artıq biz fikirləşirik ki, nəyi 49'a bölmüşük, 16 tapmışıq, bu 784'üymüş. Amma bizə 2 qalıq da lazım olduğuna görə 784'ü 2 vahid artırırıq. 786. Bu bir üsul. Filizin dediği daha gözəl üsul. Yəni ondan da çox xoşum gəldi. Yəni bu mənim ilk baxışda gördüyüm idi. Yəni təbii ki, siz də fikirləşsəniz, Filiz kimi yəqin ki, başqa üsullar tapa bilərsiniz. Bu şəkildə. Hansı sizin üçün daha maraqlı olursa, hansı sizin üçün daha başa düşən olursa, onu yazıda saxlayın, qeydiyyatınızı aparın, ondan istifadə edin. Bu da belə. Başqa? Səkinə bir də de. 136 yamaldım. 136. Yaxşı, 136'ını götürək. Demək, rabitə kanalı vasitəsilə göndərilməsi üçün dörtlük say sistemi rəqəmlərindən istifadə edilir. Aha, dörtlük say sistemi rəqəmləri nədir? 0, 1, 2 və 3. Kodlaşdırma belə aparılır. Əvvəlcə hər bir rəqəmə onun 2 rəqəmdən ibarət ikilik yazılışı qarşı qoyulur. İkincində alınmış ardıcıllıqda bütün sıfırlar birlərlə, birlər sıfırlarla əvəz edilir. 2 dənə belə deyək də 2 dəfə elə bir kodlaşdırma aparılır. 2 dəfə emal olunur. İndi ədədindəki hər bir rəqəmi ardıcıl olaraq 1 və 2 qaydası ilə kodlaşdırdıqdan sonra alınmış ikili ardıcıllıq səkilik sistemi necə olar? Bizə ədədi verir. Bizə ədəd verib deyir ki, bu ədədi götür. Bizə bu ədədi verir. 1, 3, 0, 2 və 1, 2. Hansı say sistemində? Dörtlük say sistemində. Bizə deyir ki, bax, bu ədədi birinci və ikinci üsulundan kodlaşdır. Birincində bizə nə deyir? Deyir ki, əvvəlcə hər bir rəqəmə onun 2 rəqəmdən ibarət ikilik yazılışı qarşı qoyulur. Bir dörtlük say sistemində də birdir, ikilik say sistemində də birdir. Amma 2 rəqəmdən dediyinə görə biz biri
0-1 nəzərdə tuturuq. Bax, 1-0 nəzərdə tuta bilmərik. Ya, 1-0 2-dir. Biz 1-in yerinə 0-1 yazırıq. Keçdik 3-ə. Eyni ilə 3. 3-4-3 say sistemində 4-lük say sistemində də 3-dür. Onluq say sistemində də 3-dür. Yəni nəticə etibarilə 4-lük say sistemindən 2-lik say sisteminə keçməklə bu vəziyyətdə onluq say sistemindən 2-lik say sisteminə keçmək eyni şeydir. Ona görə də narahat olmayın. Elə 3'ü onluq say sistemindəki kimi nəzərdə tutun. 3'ün 2'lik qarşılığı nədir? 2 dənə 1'dir. Yəni biz götürsək belə deyək də 3'ü bölsək 2'yə, 3'ü 2'lik say sisteminə çevirsək nə almış olacaq? 1-1 almış olacaq. 0'ın qarşılığı 2 dənə 0'dır. 2'nin qarşılığı nədir? 1-0'dır. 1'in qarşılığı yenə 0-1'dir. 2'nin qarşılığı nədir? 1-0'dır. Birincinin yerinə yetirdik. İndi keçdik ikincinə. İkincində bizə nə deyir? Alınmış ardıcılıqda sıfırlar birlərlə, birlər sıfırlarının əvəz olunur. Əvəz eləyək. 1, 0, 0, 0, 1, 1, 0, 1, 1, 0, 0 və 1. Hansı say sistemində? İkilik say sistemində. İndi bizə deyir ki, bunu 8'lik say sisteminə çevirin. İndi seçilə, bunu 8'lik say sisteminə necə göstəririk? 4-2-1. 3 ayrılacaq, 4-2-1 yazacaq. 3 ayrıq. 3 ayırdıq. Bu şəkildə. Və 4-2-1 dedik. Nəticədə 4-2-1 desək nə olar? Başda olacaq 4. 4, aha. Birin başdan gəldi. 4. Sonra 2-1-3. Aha. Orada da 3. Aha. Orada da 1. 1. Aha. Bu da oldu 8'lik say sistemində. Bax bu şəkildə. İdiafən apar. Bir də 143. Demək, bizə nə deyir? 8'lik say sistemindəki ən kiçik 3 rəqəmli ədəd. Aha. Seçmə, sən bizə de görür 8'lik say sistemində ən kiçik 3 rəqəmli ədəd hansıdır? 8'likdə olsun, ən kiçik olsun, 3 rəqəmli olsun. 3 dənə 1 olar. 3 dənə bir ən kiçik olmaz axı. Fikirləş. Ən kiçik minimuma endir. Fikirləş. 1 ilə başlayacaq. Bu heç yerində. 1 ilə başladı. Aha, bir də de. Yanında 100. 1, 0, 0. 8'lik say sistemində ən kiçik 3 rəqəmli ədəddir. Eyni ilə 2'likdə. 3'lükdə, 4'lükdə, 5'likdə fərqi yoxdur. Düzdür? Tamam. Deyir ki, 8'lik say sisteminin ən kiçik 3 rəqəmli ədədlə 16'lıq say sistemindəki ən böyük 2 rəqəmli ədəd. Aha, 16'lıq say sistemində ən böyük 2 rəqəmli ədəd. 16'lıq say sisteminin ən böyük rəqəmi hansıdır? Ən böyük elementi. F 15. 15. 2 rəqəmli deyirsə, 2 dənə F yaz. aha. Deyir ki, bunların cəmi 16'lıq say sistemində. Bizə nə deyir? Cəmindən 2'lik say sistemindəki ən kiçik 8 rəqəmli ədəd. 2'lik say sistemində ən kiçik 8 rəqəmli ədəd hansı ədəddir? 1 yanında 7 0. Ay sağ ol.
Bir yanında 7 sıfır, nəticədə 8 rəqəmli ədəddir və ən kiçik 8 rəqəmli ədəddir. İndi model çıxsaq, indi səkinə belə eləyək də, bir yanında 7 dənə sıfırı sən elə çevir nəyə? Onluqda istəyir biz. 8-dəyə çevireyim. Onluğa çevir, onluqda istəyir. Bir yanında 7 dənə sıfır nə deməkdir? Onluqda. Cavabı onluqda istəyir, ona görə. 2 üstü 8. Yox, qəşəng fikirləş. Bir yanında 7 dənə sıfır. 7 dənə sıfırın var sənin. Onda 2 üstü 7. 2 üstü 7, yəni 128. Bu belə 1 0 0. Onluq say sistemində nəyə bərabərdir? Bunu da denən 8-likdən onluğa. Onda böləcəm də. 8-likdən onluğa keçirsən, səkinlər. Açıq yazılı şəkli ilə yazacağam. Nə oldu səkinə? 256. 256 necə aldın ki səkinə? 1 vurursa 8-in kvadratını tapdı. 64'dür. 8-in kvadratı 64-dür. Həmin 200. İndi 15'i vur 16'ya. 15'i 16'ya vurdun. Aldın 204. 256 16'nın 16'ya vuranda da 256'dan 16'nın çıxanda nə alırıq? 240. Hə. Üstünə gəl. F vurulsun 16 üstü 0. Yəni 15. Onsuz da FF 200 nə eləyəcək? 55 eləyəcək də bu arada. Hə. Çünki 256 minus 1. 255. Hə. Aha, indi bunu hesabla. Bildin də məntiqin. Deməli, bunu da açıq yazılış formasında istifadə elədik. İndi burada nə alırsansa sən cavabın odur. Bildim. Belə. Yaxşı. Baxın uşaqlar, baxın kimin nə problemi varsa desin, baxaq toplunu bu gün bitiririk. Topluda da qalmıyor. Say sistemləri ilə bağlı toplunu bitiririk. Topluya yəqin ki, çətin qayıdarıq say sistemlərindən. Nə problemimiz varsa deyin, baxaq da. Mən 145-i də yazamamışam. 145. Yaxşı, onda 145'i elə filiz desin. Baxaq da. Sualları hər az birin deyin. Deyim. Aha. Filizde Deyir ki, əsası n olan say sistemində onluq say sistemindəki 98 ədədini 98 ədədi 3 rəqəmdən ibarətdir və 2 rəqəmi ilə bitir. N-in ala biləcəyi ən böyük qiyməti müəyyən edin. Mən belə başa düşdüm ki, deməli, bu ədədi 98-ə böləndə qalıqda 2 alınmalıdır. 98-i n-ə böləndə qalıqda 2 alınmalıdır. Yəni belə başa düşmüşdüm. Yazmışam ki, 98 bölünsün əsas, yəni n bərabərdir ədəd x, qalıqda 2. Sonra deməli n neçə olmalıdır ki, 98-i həmin ədədə böləndə 2 ilə qutarsın. 3 rəqəmli olsun, 2 ilə qutarsın.
Birinci enim 3 98-i 3-ə bölməliyəm ki, qalxdı 2 alsın. Birinci 3 ilə başladım. 98-i 3-ə böldüm. Deməli, 96. hə, 96 düşdüm. Kodumuz oldu 10122. Bu 5 rəqəmli də oldu. Demək N3 işə yaramır. N4-ə keçəndə 98-i 4-ə böldüm. Bu da 4 rəqəmli də eləyir. Bu da işə yaramır. Sonra 5 götürsəm olmaz. Qalıq birinci 2 alınmaz. Sonra 6-dan götürsək, 6-dan götürəndə 98-i 6-ya böldüm. Burada da 3 rəqəmlə də alınır. 242. Yəni 6 əslində alınır, amma 8 də yoxlayım. Çünki 98 8-ə bölündə də qalıq 2 alınır birinci növbədə. 98-i 8-ə böləndə deməli bu da deməli 142 eləyir. N6 olanda 242 elədim. N8 olanda 142 elədim. Bizə deyir ki, N-in ala biləcəyi ən böyük qiymət tapın. Deməli 142 də işə yaradısa, N ən böyük 8 olanda işə yaradısa, deməli N 8-dir. Sonra deməli N 8 orada elə cavab 8. Başa düşdüm. Onda belə eləyək. İndi 8-dən yuxarı ona görə getmədik ki, 3 rəqəm olmayacaq. Məsələn, tutaq ki, deyək 3 ki, rəqəm alınır. aha, 98-i 12-yə böləndə 2 rəqəm alındı. 98-i 98 2 rəqəmli ədəddir. 2 rəqəm həmin o 2 rəqəm belə ümumiləşdirək də, həmin o 2 rəqəmli ədədi 10 və ondan yuxarı ədədə bölsək, 3 rəqəmli almayacaq, 2 rəqəmli alacaq. Ona görə biz maksimum 9 götürə bilərik. Biraz elə bir vaxtdan qabağa düşmək üçün, biraz daha yığcam məsələyə yanaşmaq üçün biz onsuz da eni maksimum 9 götürə bilərik. Amma biz yoxlamalıyıq görək 98-i 9-a böləndə sonunda 2 qalır yoxsa yox. Əgər 9 ödəmirsə 9-dan kiçik ən böyük götürməliyik. Sən Filiz səhvin orada olur ki, sən minimumdan başlayıb maksimuma gedirsən. Sən maksimumdan başla da elə tür səndən maksimumu soruşur nəticədə. Yəni sən 9-dan başlasan daha yaxşıdır da məncə. Düzdür? Niyə sən 3-dən başlayırsan ki məsələn? Sən 9-dan başla. Onsuz daha 9-dan yuxarı bilməzsən, sənin əlində maksimum 9-un var. 9 ödəmədisə, dərhal keçirsən 8-ə. 98-i böldün 8-ə. Niyə yazmadı? 98-i, bu niyə ödəmir? 98-i 9-a bölsək, neçə dəfə düşəcək? 10 dəfə düşür. Qalıq 8 olur. Amma bizim qalığımız 2 olmalıdır. 10 dəfə 90, da qalıq 8 qalır. Təşkil diqqətlə qulaq asın. Birinci rəqəm burada, sonuncu rəqəm burada nə olacaq? 8 olacaq. Bizə deyir ki, 2 rəqəmi ilə bitsin. Sonuncu rəqəm 2 olsun. Qanadirik 98-i 8-ə bölürük. Neçə dəfə düşəcək? 98-i 8-ə böləndə 12 dəfə düşür. 12 dəfə düşür, hə? 96. Qalıq nə oldu? 2 oldu. İndi bölməni davam elətdirək, daha yaxşı başa düşəsiniz. 12-ni böldük 8-ə. Bir dəfə 8-in 8, 12-dən 8-in çıxdıq 4. Sondan başa doğru götürdük, nə oldu? 1, 4, 2. 3 rəqəmlidir, 3 rəqəmlidir. Bəli, 3 rəqəmdən ibarətdir. 1, 4, 2. Sonuncu 2-dir, bəli, 2-dir. Maksimumdur, bəli, maksimumdur. İndi mən götürürəm səkinə, 98-i bölürəm 10-a. Tutaq ki, maksimum axtaranda mən daha böyüyünə gedirəm. 98-i 10-a böləndə neçə dəfə düşür? 9 dəfə. 10 dəfə 8-də qalır. Bunu son Hə, 9. birincisinə
qalıqda 2 qalmalıdır, 8 qalır. İkincisində də 2 rəqəmli olur. Lap götür qalıqda 2 qalan 2 rəqəmli ədədə böl. Məsələn, 12-yə böl. Yenə alınmayacaq. Bilsən niyə alınmayacaq? Böl 12-yə. Neçə dəfə düşür? 8 dəfə. 96. Qalıqda nə qaldı? 2. Qalıqda 2 qalır qalmağına. Amma bölmə burada bitir. Biz 2 rəqəmli ədədi alırıq. 8, 2. Halbuki biz 3 rəqəmli ədəd almalıyıq. Ona görə bizim maksimum gedə biləcəyimiz, maksimum n üçün götürə biləcəyimiz 8 olacaq. Başqa? 51. 151 yoxsa 51? 151. 151 Mikail desin. X elektron ədərsəm 200x onluq ədədinin 8-ci sistemində yazılışında ədədin ilk rəqəmi maksimum neçə ola bilər? Yəni məntiqlə getdim ki, onluq say sistemində deyildi 200x o deməkdir ki, ədəd və yanındakı 1 və yanındakı sıfırların sayıdır ikilik say sistemində. Bunu belə düşünür. Sonra da ikilik say sistemində üzərində ədədin üstünə 4, 2, 1 yazırdıq. 3 verəndən sonra. Mən belə düşündüm ki, belə daha məntiqli olardı. Sayılarında başdakı ədədə 1, 0, nə deyir? İlk rəqəm nəsə deyir də. Elə bir ki, 4-ün altına 1 düşməlidir ki, ən böyük ədəd o olsun da. Ona görə də maksimum dediyi üçün 4 götürmüşəm. Aha. İkincidə də 16-lıq say sistemində deyir. 16-lıqda həmin qaydadır. 200x onluq say sistemində 2 yanındakı sıfırların sayı deməkdir. O zaman amma 8, 4, 2, 1 yazırıq. 8, 4, 2, 1-də maksimuma düşmək üçün 8-in altına 1 düşməlidir. Ona görə də maksimum 8 ola bilər. Düzdür Mikail, düzdür. Məsələn, ikilikdən 8-liyə keçəndə, ümumiyyətlə bu onluq ədəd deyirsə, 200x. Mən məsələn burada 208 yazdım da misal üçün. 208 onluq ədədini ikilik say sisteminə çevirəndə nə yazırdıq? 1 yanında taşı 8 dənə 0. Bunu bilirik. İndi ikilikdən 8-liyə keçərkən biz 3 ayrılır və üstünə 4, 2, 1 yazırıq axı. Daşı 3 ayırdıq. Sağdan sola doğru 3 ayırdıq. 4, 2, 1 yazdıq. Bizə deyir ki, ədədin ilk rəqəmi. Yəni sağdan sola doğru gediriksə, ədədin ilk rəqəmi ən solda olan rəqəm olacaq da. 4, 2, 1 yazdıq. 4, 2, 1, 4, 2, 1. Belə düzə-düzə getdik. Hələ məsələn yazım da bir yanında 8 dənə 0 yazım bura. 3, 4, 5, 6, 7, 8. Bunu mən 3 ayırsam, hətta bura birində yazdım. Bunu mən 3 ayırsam, və üstlərinə 4, 2, 1 yazsam, bunu da, bu 1 qaldı. Bunu da mən tamamlayıram axı 3-ə. Yenə 4, 2, 1 yazıram. Bax, istənilən ikilikdə verilmiş ədədi 8-liyə çevirərkən bu şəkildə yazırıq da. İndi bizə deyir ki, ədədin ilk rəqəmi maksimum neçə ola bilər? Səçmək, 4, 2, 1-lərdən maksimum hansıdır? 4-dür da. Yəni, bax, bu bir indiki vəziyyətdə 1-in altındadır. 0-ın 1-in artırsaq, bir dənə 0 artıq olsaydı, bu 1 hara düşəcəkdi? 2-in altına düşəcəkdi. Bax, bu 1-dən söhbət edirəm. 0-ın sayını 1 vahiddə artırsaydı, nəyə düşəcəkdi bu 1? 4-ün altına düşəcəkdi. 0-ın sayını artıq 1 vahiddə artırsaq, bir də qayıdıb 1-in altına düşəcəkdi. Yəni,
döngü dövrə harda olur? 4-2-1, 4-2-1, 4-2-1 bu şəkildə. Bunların da maksimumu nədir? 4-dür. Yəni hara fırlayırsan fırla, ya 4 olacaq, ya 2 olacaq, ya 1 olacaq. Ən böyüyü də nədir? Elə 4-dür. Həmçinin 16-lı sıra sistemində. 16-lı sıra sistemində 4-4 belə ayırırıq, 8-4-2-1 yazırıq. Bunların içində ya ilk başdakı rəqəm ya 1-in altına düşəcək, ya 4-ün altına düşəcək, ya 8-in altına, ya da 2-nin altına. Bunların içində ən böyük hansıdır? Ən böyük 8-dir. Demək, 16 sıra sistemində də 8 ola bilər. Başdakı rəqəm. Yəni, bu qədər, yəni belə deyək də, sadə bir şeydir. Məntiqin tutdunsa əgər. Müəllim, bir də 40-a bax. Tamam, sualım yox. 140-a. Bəli. Təşəkkür. Bunu bir neçə üsulla yerinə yetirmək olar. Onun digər üsullarını da deyəcəyəm. Bax, birinci üsul budur ki, bu şəkildə verib, bizdən 8-lik say sistemində istəyir. Biz bu 2-nin qüvvətləridir da hamısı. Dərhal bunu 2-nin qüvvətləri şəklində yazaq. Məsələn, 16 üstündə 5-i yazarıq ki, nə? 2 üstündə 4 üstündə 5. Yəni, bir yanında 20 dənə 0. 2 üstündə 20 deməkdir axı bu. Bir yanında 20 dənə 0-ı 2-likdən 8-liyə çevirərkən 3-3 ayırırıq. 20 dənə 0, bir də 1. 3-3 ayırsaq, 18 dənə 0-ı 3-3 ayıracağıq. 18 dənə 0, 3-ə bölsək bizə verəcək 6 dənə 0. Yəni 1, 2, 3, 4, 5, 6, 6 dənə 0. Bir də 20 0-dan ikisi qalıb axı. Bu bir yanında 2-0 deməkdir. Bu da 8-likdə bizə nə verir? 4-2-1 yazsaq. 4-2-1 yazacağıq. 4 verəcək. Yəni 16 üstündə 5 bərabərdir nəyə? 4 yanında 6 dənə 0-a. Bu belə. Keçdik 4 üstündə 7-ni hesablamağa. 4 üstündə 7 nə deməkdir? 2 üstündə 2 üstü 7, yəni 2 üstü 14. 2 üstü 14 nə deməkdir? Bir yanında 14 dənə 0 deməkdir. Bunu da 8-liyə çevirək. 14 dənə 0-ı 3-ə bölürük. 14-dən kiçik 3-ə bölünən nə var? 12 var. 12-yi 3-ə böldün. Yəni 14-dən 12-sini ayırdın, 3-ə böldün. Sana verdi 4 dənə 0. Bir də nəyin var? Bir yanında 2 0-da 14-dən 2-sini ayırdın. Bir də 1 var. Bir yanında 2 0-ı çevirdin nəyə? 8-liyə. Bu da verdi 4. Bu arada 4 rəqəmin sayını tapın. Toplamağa ehtiyac yox. Ondan sonra gəldik nəyə? 2 üstündə 8. 2 üstündə 8 nə deməkdir? Bir yanında 8 0 deməkdir. Bir yanında 8 0-ı yenə 3-3 ayırdıq. 6 0 bizə verdi 2 dənə 0 8-likdə. Yerdə qaldı yenə bir yanında 2 0. Bu da bizə nəyi verir? 4-ü verir. İndi, bax, bu cəmdə hara getdi o? Hansı suala baxırdıq? Bir də burada, 140. 140. Bu cəmdə, bax, 16 üstündə 5, bax, budur. Budur. 4 üstündə 7, budur. 2 üstündə 8-də budur. 4 dənə, 3 dənə 4-dən istifadə olundu. Bax, bu şəkildə. Ev tapşırığın qrupa yazacağım, uşaqlar. Dərsimiz bitir. Ev tapşırığını yazacağım. Sağ olun, gözəl sayın. Sağ olun, müəllim. Sağ olun, müəllim. Gecəniz xeyir olsun. Sağ olun müəllim, gecəniz xeyir.